Marsol Group, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupunun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı başladı. Hər vaxtınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Yurd FM-də hal-hazırda, yurdumuzun FM-ində, yurdumuzun işinin adamları həftə içi 5 gün efirimizdə qonaq olurlar. Canlı yayında öz uğur hekayələrini, karyera təcrübələrini, keşməkeşli biznes dünyasının o maraqlı, həm işıqlı, həm qaranlıq yollarını bizlə bölüşürlər və bunun da nəticəsində yetəri qədər motivasiya əldə etdiyini görürük bizim izləyicilərimizin və dinləyicilərimizin. Biz bunu hardan bilirik? Həm WhatsApp üzərindən gələn mesajlardan, zənglərdən, həmçinin sosial şəbəkələrdən. Həm WhatsApp xatırlatmamız var, həm də ki sosial şəbəkələr üzrə. Nəzərinizə çatdırım ki, bizim Marsol, İcma, Kənaz Media Qrup və Yurd FM-in birgə ərsəyə gətirdiyi işin adamı başlayıb və sualınız olsa bu nömrələrlə əlaqə saxlayın. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, bu nömrələrlə əlaqə saxlayın. Daha doğrusu bu nömrə ilə əlaqə saxlayıb siz bir neçə işi həyata keçirə bilərsiniz. Zəng edə bilərsiniz, yaza bilərsiniz, bizim qonağımızla həm söhbət ola bilərsiniz. Proqramımızın isə dəstəkçiləri, sponsorları, baş sponsoru var. İstəyirəm onlar haqqında məlumat verim. Sponsor məlumatı. Efirimizin baş sponsoru Crystal Group of Companies'tir. 2002-ci ildə ilk müəssisəsini yaradan Crystal Group of Companies açıq səhmdar cəmiyyəti beton və mebel sektorlarında böyüyərək iri layihələrin reallaşmasında özünü təsdiqləyib, müştərilərin inamını qazanıb, keyfiyyəti və dürüstlüyün ünvanı sloqanı altında fəaliyyət göstərən şirkət milli sahibkarlığa dəyərli töhfələr verir. 051 233 55 99 əlaqə nömrələridir. Uğurlar olsun onların. Şirkətlər qrupuna aid olan hər bir şirkət ayrı-ayrılıqda özü böyük işlər görür. Əhsən. Gəl. Sponsor məlumatı. Bizim xüsusi sponsorumuz bugündən etibarən Kavralin azdır. Kavralin haqqında məlumat verəndə nəzərə alın. Evinizdə, ofisinizdə və yaxud obyektinizdə dəyişikliyə ehtiyac varsa, inanın ki var. Ən az ildə bir dəfə İnsan bir şuuraltı görür ki, bu dəyişiklik olsa əla olar. Amma nəzərinizə çatdırım ki, görüntüləri də görürük hal-hazırda Kavralindən. Bu onların showroumudur. Geniş ambarları da var. Sərgidə də siz onları görə biləcəksiniz. Çünki iyun ayında Marsolun keçirəcəyi sərgidə onların çox geniş bir dənə stendləri olacaq. Bildirim ki, Azərbaycan bazarının liderlərindən biridir Kavralin az. Hər birimizə keyfiyyətli, sərfəli qiymətlərlə, çoxu düşünür ki, bu çox bahalıdır. Elə deyil. Çox sərfəli qiymətlərlə əziz iş adamları, əziz öz uşağının, evinin, otağının gözəl olmasını, bağının gözəl olmasını istəyənlər, xüsusi onların yaşıl örtükləri var. İstəyirsiniz, gedin bağınızda stadion düzəldin. Onlardan, yəni Kavralindən siz təkliflər ala bilərsiniz. 050 503 99 88. Bu dəfə qeyri-rəsmi danışdım. Çünki ürəyim doludur, bilirəm işlərini həqiqətən də başda Vahid müəllim olmaqla bütün komandaya uğurlar. Belə, efirimiz başlayıb əziz dostlar, işin adamı bizlə birlikdədir. İşinin adamı studiyadadır. İşinin adamı studiyadadır. Azərbaycan biznes mühitini, sahibkarları, sahibkarların dilini, sahibkarlığı yaxşı tanıyan, həm də yergəndə mənim də ağsaqqal həmkarlardandır. Çünki dəyərli qələm sahibidir. Networking aləmində xətrə əziz olan insanlardan biridir. Söhbət Sərkərdə müəllimdən gedir. Sərkərdə Sərxanoğlu, Əsrik MMC-nin həm təsisçisi və direktoru. Müəllim, xoş gəlmisiniz. Xoş gördük Kamran müəllim. Necəsiz? Təşəkkür edirəm. Həmçinin dəyərli dinləyicilərimizi, izləyicilərimizi buradan salamlayıram. Yurd FM-də. Bildim ki, daimi doğrudan bizi ya izləyirsiniz, ya dinləyirsiniz. Çünki adətən FM studiyasıdır bura. Qonaqlar deyir ki, dinləyicilərimizi. Amma kim həm dinləyici, həm izləyici deyəndə bilirəm ki, bax doğrudan da bizi sosialdan da izləyir. Bəli, mütləq. Çox faydalı, son dərəcə faydalı. Mən bütün məsələlərin daha öncə faydalılığına baxıram. Sizin bu veriliş və fəaliyyətiniz istər cəmiyyətimiz üçün, istər sahibkarlar üçün, istər gələcəkdə iş və yaxud
sahibkar olmaq istəyən şəxslər üçün də son dərəcə faydalıdır. Ona görə də bu fəaliyyətiniz üçün ayrıca təşəkkür edirəm. Yurdofem rəhbərliyinə də belə bir şərait yaratdığı üçün ayrıca öz minnətdarlığımı bildirirəm. Biz də Yurdofemə, Marsol, İcma, iş adamlarına, bizi izləyənlərə, dinləyənlərə hər birinə təşəkkürlər. Sərkərdə müəllim, bir proqramda ənənə var. Efir başlayanda qonağımızdan xahiş edirik bir şirkət haqqında bizə məlumat versin. Əsrik MMC 2024-cü ildə yaradılıbdır. Adından bəlli olduğu kimi Tovuz rayonunun Əsrik vadisinin adı ilə bağlıdır. Ay maşallah, görüntülərə bax. Şirkətimiz əsasən... Mənim bir dənə görüntülərə baxında nə olar? Belə adam ürəyə gedir. Azərbaycan təbiətinə gözəldir. Bu real bulaq suyudur da, yəni. Bəli, real bulaq suyudur. İndi daha Tovuzda Əsrik kəndində. Böyük Qışlaq kəndində. Böyük Qışlaq kəndində. Əsrik vadinin adıdır. Vadinin, bütün ərazinin adıdır. Böyük bir ərazidir. Aha. Turistik bir bölgədir. Cənnət kimi bir bölgədir. Heç olmamışam orada. Böyük Qışlaq kəndi isə... Aparın da biz orada, nə olar? Mütləq. Aha. Görüntülər də bizi çünki bu dəqiqə həm də TikTokdan canlı izləyirlər və Yurdofemin veb səhifəsində. Həm izləyin, həm dinləyin dostlar. İzləyənlərin isə üstün tərəfi bu dəqiqə odur ki, görüntülərdə görürlər. Danışaq müəllim, buyurun. Əsrik MMC dediyim kimi 1924-cü ilin sonlarına doğru yaradıldı. Adından da bəllidir ki, Əsrik vadisini təmsil eləyir. Qədim bir addır. Hətta adın mənası Assur dövrlərinə qədər gedib çatır. Hətta Assur mənbəli söz olduğundan bağlı deyimlər var. Əsrlər var, söhbətdə. Mənası da qızğın təlatümlü deməkdir. Əsrik vadisində Böyük Qışlaq kəndi var. Təxminən 1700 metr yüksəklikdə yerləşir və orada təbii minerallı, təbii bir bulaq var və o bulağın suyunu biz Böyük Qışlaqda istehsal edirik, qablaşdırırıq və oradan hazır vəziyyətdə gətirib insanlarımızın sağlamlığına fayda vermək üçün əlimizdən gələni edirik. Laboratoriyası da var? Laboratoriya dövlət laboratoriyalarından keçir, təbii ki. Keçir də mi? Bəli, əlbəttə ki, o suyu istehsalı üçün xüsusi razılıq alınmalıdır, onun tərkibindən bağlı rəy verilməlidir və təbii ki, bu standartlara əməl olunaraqdan istehsal olunur və qablaşdırılaraq müştərilərə çatdırılır, insanlarımıza çatdırılır. Əla. Ümumiyyətlə, Azərbaycanda təklifim var. Bugün həm idarəçi kimi danışaq, həm iş mühitinə, Azərbaycan biznes mühitinə bələd insan kimi sizinlə danışaq. Həm biraz sudan danışaq, biraz sizin o iş adamları nə qədər mənəvi dünyaya belə deyil, baxmalıdır, arada əlinə bir qələm almalı və ya bir kitab almalıdır, mənəvi olaraq, zehni olaraq mütaliə ilə məşğul olma. Biraz da bunlardan danışacağıq ki, tam hər tərəfli söhbətimiz baş tutsun. Bütün mövzularda Kəmal müəllim sizdən danışmaq hər zaman xoşdur. Biz sizlər indi efirdə danışırıq. Efirdən kənarda yetərincə söhbətlərimiz olur və sizdən söhbət eləmək gerçəkdən insana zövq verir. Demək olar ki, sizin bütün təkliflərinizi qəbul edirəm və hazıram. Onda başladı. Bacardığımız səviyyədə. İşinin adamı. İşin adamı davam edir. Efirdəyik və işin adamı bugün Sərkərdə müəllimdir. Sərkərdə müəllim Əsrik MMC-nin həm təsisçisi və direktorudur. Müəllim, sizin kimi yaradıcı, yazar, incəsənət ruhlu adam necə oldu gəldi su sahəsinə çıxdı? Su aydınlıqdır demişdilər, ona görə. Valla su aydınlıqdır. Əslində mən bu sahə mətbuatdan gəlmişəm. Siz də yaxşı bilirsiniz ki, mən ömrümün iş fəaliyyətimin daha doğrusu böyük hissəsini mətbuatda keçirmişəm. Bəli. Və Azərbaycan mətbuatında öz dəstxətti olub, öz imzasını vurmuş bir çox mətbuat orqanlarında fəaliyyətim olub, rəhbərlik eləmişəm. Belə bir deyim var ki, həyatda insana fürsət bir dəfə verilir. Və o fürsət qapısını açıb içəri girib-girməmək sənin öz əlindədir. 2011-ci ildə bir məclisdə idik və tanınmış su markası olan Sirab şirkətinin rəhbərliyi ilə bir məclisdə idik. Orada mənə bir təklif olundu ki, bəs bu şirkətdə media ilə, mətbuatla, dövlət qurumları ilə əlaqələri tənzimləyəcək bir nəfər olsaydı və sən olsaydın bu, çox yaxşı olardı. Və mən düşünmədən təklifi qəbul elədim. Bir günün içində gözümü açdım ki, artıq mətbuat dünyasından keçmişəm, biznes və eyni zamanda su dünyasındayıq. Və 13 il Sirab şirkətində müxtəlif vəzifələrdə və rəhbər vəzifələrdə fəaliyyət göstərdim və elə bir an gəldi ki, artıq düşündüm ki, 13 illik təcrübə və
topladığım o bacarıqlar ki var, artıq bunu başqa bir sferada, başqa bir yöndə inkişaf etdirmək lazımdır. Ona görə də Əsrik şirkətini qurmağa qərar verdim. Əla. Ümumiyyətlə, indi keçək Əsrikə. Bu şirkəti, ümumiyyətlə, bu suyu deyəndə siz özünüz nə düşünürsünüz? Sizdə bir yad insan kimi bu suya baxanda, içəndə hansı fikirlər formalaşır? Özünüzü başqa bir obraza, bəsirət gözünə baxası olsanız, qərəzli bir obraza qoysanız, nələr görürsünüz ya da nələr axtarsaz da tapa bilmirsiniz? Çox maraqlı sualdır Kamran müəllim. Çox maraqlı bir yanaşma tələb edən bir sualdır. Əsrik mənim üçün hesab eləyək ki, bir ailədir. Mən o suya baxanda təbiətin özünü görürəm. Mən o suya baxanda saflığı görürəm. Mən o suya baxanda insanlarımıza və özəlliklə uşaqlarımıza faydalı olan bir təbiətin nemətini görürəm, bəxşişini görürəm. Sanki özümü görürəm orada. Çünki hər kəs öz-özünü hamıdan yaxşı tanıyır. Hər kəs öz vicdanını hər kəsdən yaxşı bilir. O su saflıq, təmizlik, müqəddəslik rəmzi olduğu üçün sanki mən özümü orada tapıram deyə bütün çətinliklərə rəğmən mən o suyu sevirəm. O suyu min bir əziyyətlə 1700 metr yüksəklikdə orada istehsal edib qablaşdırıb Bakıya gətirib insanlara çatdırmağın əziyyətindən xüsusi zövq alıram. Ona görə də başqa gözdən baxamıram, açıq deyim. Ona yad gözlə də baxa bilmirəm. Çünki yad gözlə baxsam belə o suda hansısa bir negativ, hansısa bir qərəzli, nəsə tapacağım bir şey olmadığı üçün heç o tərəfini düşünmürəm. Sadəcə dediyim kimi işin faydalı tərəfini düşünürəm, saf tərəfini düşünürəm və bu saflığı insanlara bacardığım qədər çatdıra bildiyim üçün də çox xoşbəxt hiss edirəm özümü. Həmişə xoşbəxt olasınız. Biz sizə də özümüzə də bu xoşbəxtliyi arzu edirik. İndi isə biraz bizim dəstəkçilər, sponsorlar, reklam verənlər xoşbəxt olsunlar. Çünki onların təqdimatının zamanıdır. Əziz dostlar, bir neçə dəqiqədən sonra yenidən eşidiləcəyik. Marsol Qrup, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Kənaz Media Qrupun təşkilatçılığı ilə işinin adamını dinləyirsiniz. İşinin adamı davam edir. Bəli, işin adamı davam edir dostlar. Həftə içi 5 gün siz bizi həm izləyirsiniz, həm də dinləyirsiniz. Bugün də istisna deyil. Qonağımız isə Sərkərdə müəllimdir. Sərkərdə müəllim Əsrik MMC-nin həm təsisçisi və direktorudur. Sərkərdə müəllim, bir xarakteri var proqramımızın. Qısa fasilədən sonra həmişə çox qısa həm də verilişdə qonağımız öz təmsil etdiyi qurum haqqında məlumat verir. Çünki yeni qoşulanları nəzərə almağa çalışırıq. Buyurun, qısa yenidən bir təqdimat, müqəddimə, sonra keçək, işdən gücdən danışaq. Əsrik MMC qeyd etdiyim kimi 2024-cü ildə yaradılıbdır. Əsasən təbii minerallı bulaq suyunun istehsalı, qablaşdırılması və satışı ilə məşğuldur. Hal-hazırda Bakı şəhərinə gətirilir. Tovuz rayonu Böyükşlaq kəndində məhsullarımız və burada müştərilərə dağıdılır. Evlərə və ofislərə çatdırmamız hal-hazırda mövcuddur. Amma yaxın günlərdə də artıq digər ambalajlı məhsullarımız da müştərilərə təqdim olunacaq. Əla, xeyirli və uğurlu olsun. Sərkərdə müəllim, biraz şəxsi karyeradan danışaq. Maraqlıdır, bax, hissiyatı olan insanlar biraz işdə dinamikadan irəli gələrək və yaxud o çətinliklə irəli gələrək yorulma anları olur, amma onlar da elə özlərini o demotivasiyadan motivasiyaya çevirir, bir səbəb tapırlar. Siz bunu necə tənzimləyirsiniz? Həm ruh halınız, həm də ki texniki zəka. Bunlar necə balans tapır? Normalda bir lideri digər insanlardan fərqləndirən cəhət də budur. Hər kəs yorulur. Hər kəs artıq bəsdir. Artıq yetər dediyi anlar olur. Liderlər də insanlar və onlar da xətalar edirlər, onlar da yorulurlar, onların da dayandığı anlar olur. Amma bir var ki, o dayanandan sonra geriyə dönəsən və dayandığın yerdə qalasan, bir də var ki, yox, mən dayanmamalıyam, mən getməliyəm. Çünki motivasiya nə ilə ölçülür, bilirsinizmi? Məsələ tək maddi qazanc motivasiya vermir insana. Çox bilik və bacarıq da insana motivasiya vermir. İnsana motivasiya eləyən şeylər onun üzərinə götürdüyü məsuliyyətdir. O məsuliyyətin dəyərini dərk etməkdir. Düşünün ki, mən dayansam, bugün bir komanda var.
Bizim bir komanda var. Mən dayansam o komanda dayanacaq. O komandanın taleyi dayanacaq. Ona görə əsla və əsla dayanmaq olmaz. Çünki bir vizyon qoyuruq, bir hədəf qoyuruq. Bir işə başladığımız zaman məsələ sadəcə maddi qazanc əldə etmək deyil ki, bir hədəfə çatmaqdır. Nice. Bir komandanı da o işə başladığın zaman o komandanı o hədəfə getmək üçün inandırırsan. İndi düşünün ki, bir komanda sizə inanıb, çiyin-çiyinə yola çıxmısınız. Bəlli bir məsafədən sonra komanda inamla yoluna davam edir. Siz deyirsiniz ki, yorulmuşam, mən qayıdıram artıq dala. Bir sual verin. Bax, komandanı inandırırsan yola çıxırsınız. Amma yola da çıxanda arada rəhbər də, inandığı adamlar da görür ki, ha, yox, mən inandığım adam da o deyildi. Onda o arxasınca apardığı, inanıb sonra inamsızlıq yaradan əməkdaşa deyəndə ki, bala, sən elə bu dayanacaqda düş. O necə tənzimləyək? Təcrübəniz nə deyir? Bilirsiniz Kamran bəy, birinci növbədə mən bilirsiniz, mən bir blog səhifəm də var. Bu arada onda yer gəlmişkən deyim. Buyurun, siz davam eləyin. Bir blogumda bir yazıda yazmışdım. İdarəetmə bacarıqları deyilən bir bacarıqlar var. Hansı ki, bu böyük ölçüdə çox zaman özünü doğruldur. Bu idarəetmə bacarıqlarından biri və yaxud birincisi, öndə gələnlərindən biri komanda formalaşdırmaq bacarığıdır. Komanda formalaşdırmaq üçün əlbəttə ki, bir çox bacarıqlar tələb olunur, bir çox strukturlar tələb olunur, bir çox yanaşma tələb olunur. Bir insanı əvvəlcədən tanımaq çox çətindir. Bəlli bir ölçüyə qədər tanıya bilərsən. İlla %100 mən bunu tanıdım, bu məndən sona qədər gedəcək deyə bir anlayış yoxdur. Adicə düşünün, bir oğlan və bir qız bir-birini sevdiyi zaman, bir oğlan deyərmi ki, kimsə mənin hirsləndə durub qulağın dibinə bir şillə vururam? Deməz, çünki qız ondan dərhal qaçacaq. Və yaxud qız deyə bilərmi ki, mən yatanda xorulduyuram və yaxud filan şey deyirəm. Hamı özünü yaxşı tərəfdən təqdim edir, doğru mu? Amma evləndikdən sonra artıq bəlli bir müddət sonra negativlər üzə çıxır, sürprizlər yaranmağa başlayır. Nəticədə nə olur? Boşanmalar. İş həyatında və iş və işverən dediyimiz hansı ki sahib rəhbər şəxs anlamında nəzərdə tutulur burada. Bu münasibətlər də əslində bir növ evliliyə bənzəyir. Öncə danışırsan, tanış olursan, bəlli suallarla filan. Ona görə də müdür əməkdaşla müdürdən küsür, əməli küsürlər. O doğrudur. Məsələn, dünya statistikasında göstərir ki, küsənlərin çoxu işçilər olur və işçilər də birbaşa rəhbərindən küsür. İş yerindən küsmə deyə bir şey yoxdur. Ona görə bizim məsələn Azərbaycanda rəhbərlərlə görüşdüyüm zaman müşahidə elədiyim çatışmamazlıqlardan biri nədir bilirsiniz Kamran bəy? İnsanların çoxu müdürlə liderin fərqi nə olduğunu bilmirlər. İnsanlar özlərini lider hesab edir, amma müdür kimi davranırlar. Hansı ki bu işçilərlə münasibətdə də, iş həyatında da çox ciddi nəticələr verir mənfi anlamda. Ona görə dediyim kimi, yəni komanda ilə yola çıxırsan, bu yolda ələnənlər də olur, bu yolda yorulub geri qayıdanlar da olur. Amma önəmli olan, axı vizyon sənə məxsusdur, vizyon liderə məxsusdur. Ona görə lider o vizyona qoyduğu hədəfə doğru getdiyi zaman ora insanları inandırır. Biz gedəcəyik ora. Biz ora çatacağıq. Necə çatacağıq onu da öyrədir. Artıq kimsə yarı yoldan qayıdırsa, bu artıq bilik və bacarıq yox, xarakter məsələsidir. Bu xarakter söhbətidir. Çox detallı söhbətlərdir bunları. Bax, bir də görürsən ki, çox vaxt arzu olunan bir müdür obrazı var. Okey. Sərf eləyəndə sən onu müdür kimi görmək istəyirsən, sərf eləyəndə lider kimi görmək istəyirsən. Bir də ki, əməkdaş barəsində də arzu olunan obrazlar var və mən belə başa düşürəm ki, o deyir, məsələn, evlilikdən misal çəkdiniz də, qadın-kişi münasibətlərindən bu çox dərya bir mövzudur. Sən bunun dərinliyinə indikcə necəysən və nəhayətsiz o nöqtəsi də yoxdur. İş dünyasında da əsrlərdir biznes, alış-veriş ənənəsi var, dünyası var. Əsrlərdə bu kitablar yazılırsa, hər dövrdə, hər ölkəyə ayrı formada yazılırsa, deməli bu dəyişməyəcək. Ona görə də salamatı qoy əməkdaş bildiyini eləsin, işçi də müdür də bildiyini eləsin və sonda iki tərəfdən birinin qoy başı daşa dəysin ki və desin, mən səhv elədim, sonra düzəlsin. Təbii ki, bu özəl sektora aiddir, dostlar. Dövlət qurumları da bunu arzu etmirəm, amma dövlət qurumlarının qəşəng oturmuş sistem var. Kemal bəy, çox maraqlı məsələdir. Əslində, biraz da siz belə deyək, işin belə deyək, pozitiv tərəfindən baxmağa çalışırsınız ki, insanlar nə istəyir eləsinlər, başı daşa dəysin, düzəlsin. Amma iş dünyasında xətalara yer var, amma bu
sürekli davamlı olarak olmaz. Niye olmaz bilirsiniz mi? Təsəvvür eləyin ki, bir insana bir iş tapşırırsınız, o işin nəticəsi əldə olana qədər işçi səhv ilə gedir, hədəfə çatanmırsan və yaxud rəhbər özü səhv ilə getsin. Belə bir şey olmur. Dediyimiz kimi lideri müdürlərdən fərqləndirən birinci cəhətlərdən biri də budur ki, lider bir var ki, müdür problem baş verir, onu həll eləyir. Lider ise o problemin baş verme ihtimalını düşünerek önceden tedbir alır. Bu komanda quruculuğu da liderler için karakterik bir xüsusiyyətdir. Çox vaxt problemlərin öncədən necə olduğunu hamı görür. Görmək mənə elə gəlir ki, və yaxud deyir. Amma iş onu eləməyə gələndə çox az adam ortaya çıxır, çox az adam meydana gəlir. Və yaxud işi görəndə də bir etap, məsələn bir paragraf, qəşəng bir qəhrəmancasına fəaliyyət göstərən əməkdaş başlayır, sonra ikinci paragraf da elə rəhbərdən tərif gözləyir. Okey də tərifi verirsən, hə, indi dur ikinci paragrafı yaz. Şərtə deyirəm, yenə də tərif gözləyir. Hadi olmadı ki, işləyək də, hadi qutarı da. O Fariz mənim demişkən, dünənin günəşinə bugünün yaxşı qurumu nəsə belə bir ifadə var idi. Yəni dünəndə qaldı, bugün davam etmək lazımdır. Hər gün davam etmək lazımdır. Əsrlərdir şirkətlər, dövlətlər hətta özlərinə qarşılıqlı 1 illik, 5 illik, 10 illik, 20 illik hədəflər yazırlar. Elə bir dəfə 100 il əvvəl yazdıq, onda oturardıq da yerimizdə. Ona görə də biznesi mənə elə gəlir ki, ən təhlükəli tərəflərindən biri tərif gözləməkdir. Müdür işçidən, işçi müdürdən. Oturub başımıza aşağı salaq, işimizi görək. Mən incəsənət sahəsinə gəlmişəm. Ona görə mən bu parazit duyğunu çox yaxşı bilirəm. Bir sahənin nümayəndəsi kimi alqışlarla dolanır. Günü bugün Azərbaycanda, bütün dünyada çox az aylıq məvacibə, qanarara belə demirəm, amma məvacibə dolanmağa razılaşan aparıcı var, aktyor var, müğənni var, rəssamı var, xalçaçısı var. Yəni incəsənət sahəsində bunun dərmanı, bizim dərmanımız alqışdır. Amma maddiyyat dalınca qaçsaq, onda məncə daha belə də rahat olardı. Və bizim sahəndə nümayəndəsi gəlib biznesə çıxanda çox təhlükəli olur. Çünki gəlib burada təzə rənglər kəşf eləməyə çalışırıq. Bəlkə də rəng qatırlar biznesə. O da var. Mən mətbuatdan gəldim. Yeni bir dünya idi mənim üçün, yeni bir sahə idi. Amma hesab edirəm ki, mən rəng qata bildim. Bilirsiniz, tək tərəfli inkişaf olmur Kamran bəy. Düzdür. Hər tərəfli inkişaf lazımdır. Çox düzdür. Sənət adamı deyirik və yaxud biznes dünyasından kənarda olan bir çox sahələr deyirik. Axı bu insanlar alqışlarla evinə nə aparır? Bayaq dediniz, cüzi məbləğlər aparır. Ailə var, ev var, uşaq var, digər məsuliyyətlər var, sosial öhdəliklər var. Bilirsiniz, liderlik təkcə iş dünyasında olmur ki, liderlik ailədə olur, liderlik çevrədə olur. Liderlik, bayaq dediyim kimi, ben bir yazımda da qeyd eləmişdim. Liderlik çiyinlərinə götürdüyün ən ağır məsuliyyətin adıdır liderlik. Və mənə görə dünyada ən ağır məsuliyyət ailə məsuliyyətidir, ailə yüküdür. Buna görə mənə elə gəlir ki, insanlar ilk növbədə bu məsuliyyəti dərk eləməlidirlər. Qaldı ki, işçinin tərif və yaxud müdürün işçidən tərif məsələsinə gəlincə. Mən bilirsiniz, nədən çox üzülürəm? Bizim bir çox sahibkarlar məsələn özünü inkişaf elətdirirlər. Güya. Baxırsan ki, heç əlaqəsi olmayan təlimlərə gedirlər. Mücərrət anlayışlar, mücərrət təlimlər, nə bilim hansısa qavramlar filan. Adam tutaq ki, şirkətində maliyyə böhranı var. Adamın özünün maliyyədən xəbəri yoxdur. Gül kimi maliyyədən təlim verən insanlarımız var, qurumlarımız var, təlim mərkəzlərimiz var. Adam gedir psixoloji nə bilim hansı bir təlimə və yaxud hansısa bir kitab oxumağa və yaxud kiminsə bizneslə əlaqəsi olmayan söhbətinə günlərini, saatlarını və maddiyyatını xərcləyir. Sonrasında deyir ki, mən özümü gəlişdirirəm. Özünü gəlişdirmək ehtiyaclara görə müəyyənləşməlidir. Bax, Eisenhower bilirsiniz, Amerikanın prezidenti idi və 2-ci Dünya müharibəsində də Birləşmiş Müttəfiq Qoşunlarının komandanı idi. Onun işə yanaşması, məsələlərə yanaşmasından bağlı bir metodologiyası var. Hansı ki, peşəkar iş dünyasında inkişaf eləmiş ölkələrdə çox ciddi tətbiq olunur. Amma mən Azərbaycanda o metodologiyanın xəbəri olan çox az insan tanıyıram. Xəbəri olub da tətbiq eləyən ondan da az insan tanıyıram. Tətbiq eləmək olur sizcə? Xarici metodologiyanı Azərbaycanda. Baxın, xarakteri bəzi metodologiyalar fərqlidir. Bəli. Bəzi metodologiyalar
mütləq mənada yerli mentalitetə uyğun olmalıdır, yerli adət-ənənəyə uyğunlaşdırılmalıdır. Hansısa metodu öyrənib, yerli mentalitetə uyğunlaşdıra bilsən, əlbəttə ki, başarılı olacaq. Bəzilərinin isə buna ehtiyacı yoxdur. Baxın, Eisenhower nə deyir? Deyir ki, səhər-səhər durdunuz, tutaq ki, gün ərzində görəcəyiniz bir neçə işləriniz var. Bunları 4 yerə bölür, bir dənə vərəq bölür 4 yerə. Bunları 4 başlıqda ayırır. Vacib və təcil olan işlər. Deyir ki, birinci vacib və təcilidir. Bunları yaz bu xanaya, 4 xanadan ibarət yerə. İkinci, vacibdir, amma təcili deyil. Yəni, bunu vacibdir, amma sabah deyə bilərəm. Təcilidir, vacib deyil. Bunu yazır bura. Nə təcili, nə vacib. On bir dənə təzdən aram-aram deyin də, diqqətlə qulaq asır hamı sizə. Təcilidir, vacib deyil. Vacibdir, təcili deyil. Birinci vacibdir, təcili deyil. Bu nə deyir müəllim? Vacib və təcili. Aha. Vacib, həm vacibdir. Qaçan. Həm də təcili. Məsələn, mən efirə girməliyəm. Okey, bu həm vacib, həm də təcilidir. Sərkərdə müəllimlə görüşməliyik. Sərkərdə müəllimlə görüşməliyik. Mühüm bir məsələni müzakirə eləməliyik, bir layihəni. Vacibdir. Çünki işin biznes tərəfi var. Amma təcil sabah da görüşə bilərik. Birisi gündə bilərik. Səhər-səhər yuxudan durmuşam. Tutaq ki, çörək almaq lazımdır və? Biraz çörək var, amma evdə uşaqlar zaten hələ oyanmayıblar. Təcildir də, gedim tez uşaqlar oyanmamış, məktəbə gedəcəklər, çörəyi alım gətirim. Yəni çörəksiz də keçinə bilər, amma almaq lazımdır. Bəzi də var ki, gedib axşam bəlkə bir damla oynadım, filan elədim. Nə təcilidir, nə vacibdir. Deyir ki, bunların ümumiyyətlə üstündən xət çəkin. Çox deyir, parazitlər çox. Sizə inandırım Kamran bəy, bu çox sadə bir metodologiyadır. Əslində çox da belə qeyri-adi bir şey yoxdur da. Amma siz bir dəfə inanın ki, bir dəfə tətbiq eləyin, nəticəni görəcəksiniz. İnanın görəcəksiniz. Həm işləri doğru planlaşdırmağa kömək edir, həm işləri ayıracağınız zamanı tənzimləyir. Bu arada, bax, bu sadə 4 xanadan ibarət bir metodologiya həm zaman idarə etməsini tənzimləyir, həm sizin günlük fəaliyyətinizi, uğurlu fəaliyyətinizi tənzimləyir. Həm uğura aparır, hə. Əlbəttə. Bax, bizdə insanlar bizdə necədir? Baxırsınız ki, bir çox məşğul insanlar var. Biz bunu niyə eləmirik, müəllim? Bu çox vacib, həm təcildə, həm vacib məsələdir bu. Doğrudan, bu, əslində, bir çox təlimlərdə öyrədilir insanlara. Məsələn, bizim bayaq dediyim ya, sahibkarlar gedib mücərrət bir təlimə qoşulunca geçsinlər, rəhbərlər üçün insan resurslarının təlimləri var. Müdürlər üçün insan resursları, liderlik, komanda qurma bacarıqları təlimləri var. Bura getmək əvəzinə gedirlər ki, sanki filosof olacaqlar, sanki kitab yazacaqlar. Bir də maliyyə məsələlərimizi düzəltsəydik, bütün komandanı göndərərdim təlimə, inanırsınız. Çoxdan təlimə də getmirəm, darıxmışam. Amma təlimin də bir məsələsi var da, 2-3 aydan sonra yadından çıxır. Bir də çıxanda çölə deyirsən ki, mən heç nə yadda saxlamadım ki. Tamamilə haqlısınız Kamran müəllim. Ən mükəmməl təlimdə belə cəmi bir ay sonra o təlimin 50% eşitdiklərinizi unudursunuz. Cəmi bir ay sonra. 3 aydan sonra 80-90% gedir. Cəmi 10%. 6 aydan sonra isə sadəcə o təlimlərdə əgər yadda qalan qeyri-adi bir cümlə və yaxud fikir qalıbsa, onlar yadda qalır. Ona görə də təlim keçəndən sonra dayanmaq olmaz. Təlim keçəndən sonra o təlimin davamlı olaraq oxumaq, öyrənmək, yeni təlimlərə qatılmaq, bunlar hamısı uğura aparan yoldur insanları. Zəng və WhatsApp nömrəmiz 099 6 907 907. Bəli, zəng və WhatsApp nömrəmizi biz sizin nəzərinizə çatdırırdıq da həmişə. Amma əziz izləyici və dinləyici, zəhmət olmasa bizə səsli mesaj göndərməyin. Biz belə telefonla danışmırıq, yazılı göndərin. Efirimiz davam edir. Maraqlı suallardan biri budur ki, bizim qonağımız musiqində səsdən azaldıq. Qonağımız iş adamıdır, amma dünyada iş adamları arasında hər halda onun da çətinlik çəkdiyi məqamlar var. Nədən qorxursan müəllim? Bütün iş adamları hər an səhv eləyə bilir. Düzdür, tək o boyda pulumuz olsun, birdən deyirlər, o Amerikan məşhur iş adamları bir gecədə 12 milyard itirdi. Sabah 100 milyard təzdən qazanır. Siz nədən çəkinirsiniz? Yanlış anlaşılmaqdan Kamran bəy. Baxın, söhbətimizin əvvəlində nə dedik? Dedik ki, biz Bakıdan təxminən 600 kilometrə yaxın uzaqlıqda, 1700 metr yüksəklikdə bir istehsal qurmuşuq. Orada Azərbaycanın ekoloji cəhətdən
ən gözəl məkanlarından birində məhsulumuzu istehsal edirik, qablaşdırırıq və Bakıya gətiririk. Amma yəni təsəvvür edin ki, yüz minlərlə, milyonlarla insanı bir gəlib qapısına döyüb inandırmaq olmur ki, ya da o fiziki gücümüz yoxdur ki, inandıraq ki, bu doğrudan gəlir. İnsanlar bir də baxırsan sosial şəbəkədə yazırlar. Əşi boş şeydir, əşi filtr suyudur, əşi bu burada doldurulur, kimdə oradan dağın kəlləsindən bura su gətirəm və s. və s. Və bu qədər zəhmət və əziyyətin qarşılığında bu cür yanlış anlaşılmalardan insan qorxur. İkincisi, əgər qorxu varsa, demək ki, artıq sən bir yol qoymuşsan qabağına. Çünki bir gedəcəyin yol var. O yolda sənin nələrisə qabağına çıxacaq qorxudur, düzdür? Mən niyə özünüzü çətinə saldınız doğrudan da? Filtr suyu da var, çeşmə suyu da var. Yəni bu qədər sizin xərciniz daha çoxdur. Bəli. Yalnızsa qədrini bilmirlər də. 3 qat, 4 qat. Yalnızsa qədrini bilmirlər, hamı da sonunda qiymət istəyir. Sudur da, nə var ya orada? Zəhər deyil ki, biz də sudur da içəcəyik də, hamısı kimi bu da belədir. Deyə bilərlər də. Doğrudan risk eləmisiniz. Amma nəsə biri o türklər demiş, kutlu amaç var sizdə. Sanki belə bir müqəddəs belə hədəfiniz var. Əlbəttə Kamran bəy. Bayaq bir şey dedik. Dedik bir var axınla getmək, bir var axına qarşı üzmək. Axına qarşı üzənlər həmişə dediyim kimi uğurlu olan insanlardır. Mən bugün üçün maddi qazanc üçün, plan üçün iş görmürəm. Mən gələcəklə bağlı düşünən bir insanam. Mən özümdən sonra aslında bir miras qoymaq istəyən bir insanam. Miras dediyimiz zaman insanların ağlına nə gəlir? Babadan bir miras qaldı, ev, qızıl, külçə, küp qaldı, filan qaldı. Bir də var ki, bir neçə ildən sonra bu hamımız dünyamızı dəyişəcək. İnsan dünyasını dəyişən bəlli bir müddət sonra heç ziyarətçi də olmur. Açıq danışıq. 100 ildən sonra heç bir şey yada da düşmürsən ümumiyyətlə. Amma 1000 illər keçsə belə haqqında oxuduğumuz, haqqında adını eşitdiyimiz zaman gözlərimiz dolduğu, qürur duyduğumuz şəxsiyyətlər var, insanlar var. 100 il bundan qabağa getsək, məşhur insanlarımız var ki, bugün də onları hörmətlə, ehtiramla yad edirik, müxtəlif tədbirlərdə xatırlayırıq. Ona görə mən də açıqcası düşünürəm ki, özümdən sonra bir iz qoyum, bir miras qoyum. Sərkərdə Sərxanoğlu bunu elədi, vaxtında bunu elədi, bir rəhmət oxusun. İkincisi isə dediyim kimi, insan faktoru varsa, sənin məhsulunu sadəcə olaraq pul xarakterli deyil də sağlamlıq xarakterli insanlar inanıb sənə alırlarsa, övladlarına içirdilərsə, mən ailəmə rəva görmədiyimi, mən insanlara necə rəva görə bilərəm? Sırf çox sadə bir həqiqətdir, amma dərin bir mahiyyəti var. Mən ailəmə, övladıma rəva gördüyüm bir məhsulu insanlara təklif edirəm, təqdim edirəm. Məsələ sadəcə, yoxsa yenə dediyim kimi, pul qazanmaq niyyətimiz olsaydı, söhbət sudan da getmir. Mən bilirsiniz, mətbuat işçiyəm, blogerəm, başqa fəaliyyət qrup, yəni maddi keçimimi sağlamaq imkanlarım da var idi. Amma bir o müqəddəs, iz buraxacaq bir fəaliyyətlə məşğul olmağın verdiyi mənəvi zövkü var ha. Onu heç bir maddiyyatla ala bilməzsiniz. Bəli, mənəvi zövq demişkən, bizə də mənəvi zövq verən məqamlardan biri odur ki, əziz doğma bildiyimiz dəyərli iş adamları, işin adamlarını sosial şəbəkələrdə də görürük. Özəl günləri olur, doğum günləri olur. Onlardan da biri məşhur Saloni Mebelin rəhbəri, əziz dostumuz, dəyərli işin adamı, əziz qardaşımız Elmətdin müəllimin ad günüdür. Onu da bu ad günü münasibəti ilə təbrik edirik. Elmətdin müəllim, sizə işinizdə müvəffəqiyyətlər arzu edirik. Sizin xətiriniz əzizdir və ən çətin işlərdən birini bacarmısınız. Şəhərin girəcəyində demək olar ki, yolun sağ tərəfində hamı Saloni Mebeli görüb. Və Saloni Mebeldə də həm də yanında bir qəşəng balaca belə coffee shop da var. Şəhərə girəndə yeni ənənə yaranıb. Yaxın o çevrədə hamı bir ora keçir, coffee shopdan qəşəng kofedən içir, enerjini yığır, sonra gəlir Bakıya. Elmətdin müəllim, uğurlar, söz vermişsiniz bu yaxınlarda da sefirdə gözləyirik. Tanışsınız değil mi Elmətdin müəllim? Yaxın dostumuzdur. Mən də əziz dostumu təbrik edirəm, salamlarımı göndərirəm. Necə ki, hər zaman gördüyümüz zaman güləriz, pozitiv Elmətdin müəllimə. 100 il daha eyni pozitivlikdə, eyni sağlam, gümrah ömür arzulayıram. Belə qəribə bir ritmi var Elmətdin müəllimin. Elə bil ki, heç problemi yoxdur. Ona görə hər zaman o gün belə rahat deyir, dəvət edirəm, çox rahat, huzurlu formada problemlərini danışır ki, indi bir neçə məsələ var, biz indi bunu həll edirik, sonra gələcəm Kamran.
Öyle rahat danışdı. O problem məndə də var bu dəqiqə. Bütün biznesdə bu dəqiqə hamıda eyni problemlərdir də. Amma mən özümü yeyirəm. Mən səhərə qədər yata bilmirəm. Elmətdin müəllim, tək iş adamları, dostlarımız da bir-birimizi belə rahat reaksiya verə bilək. Beynimizdəki o problemləri uzaqlaşdıra bilək. Əla, efirimiz davam edir dostlar. İşinin adamı davam edir. İşinin adamı. Hörmətli izləyicilər və dinləyicilər, işin adamını dinləyirsiniz və izləyirsiniz. Nəzərinizə çatdırmaq istəyirəm ki, qısa fasiləmiz olacaq bir neçə saniyədən sonra. Amma ondan əvvəl bilməyənlər də bilsinlər, efirimizin əsas dəstəkçiləri, təşkilatçıları var. Gəlin sizə biraz belə sentimental suallardan verim. Söhbətimiz çox belə səmimi ritmlər üzərində girir və istərdim ki, biraz ənənəvi sualdır. Son zamanlar bunu sosial şəbəkələrdə də çox tez-tez verirlər. İnsanlar bir-birinə böyle pis də yanaşması yoxdur. Sərkərdə müəllim bu dəqiqə bu studiyada neçə ildir ya Allah? 20 il əvvəl ki sərkərdə ilə üzbəüz əyləşdi. Bax mənim yerimdə bu dəqiqə həmin o 20 il əvvəlki sərkərdə dayanıb. Və indi görürsüz də o illəri nələr etdi, hara getdi, hardan gəldi, nə iş gördü və s. Ay sərkərdə eləmə, bunu eləmə. Deyəcəyiniz nələr var ya da ki, dur, bax bu işi gör. Gənc sərkərdə, 20 il əvvəlki sərkərdə nə deyərsiniz? Yəni belə dərindən. Çox sentimental oldu. Əməli sentimental. Əməli sentimental oldu. Belə bir deyim var da, həyatdakı hər bir uğursuzluq dərs çıxarırsansa uğurun bir pilləsidir. Növbəti uğurun bir pilləsidir. 20 il bundan əvvələ dönüb baxdığım zaman misal üçün bəzən ağlıma sual gəlir ki, keşkə elə mən 20 il bundan əvvəl biznesə qoşulsaydım. Aha. Misal üçün. Keşkə misal üçün mətbuatda olmayıb biznesdə olsaydım, daha böyük gün başqa yerlərdəydim. Bəlkə də ölkə hüdudlarını belə aşmışdıq, bəlkə də filan. Amma bunları deməyin bir anlamı qalmır Kamran bəy. Çünki bunlar artıq baş veribdir. Önəmli olan, dediyim kimi, irəliyə baxmaqdır. İrəliyə baxmaqdır ki, bundan sonra keçmişə yönəlik suallarımızı gələcəyə yönəlik necə verək, nələri etməyək, nələri necə edək. Dediyim kimi, bax, məsələn, mən mətbuatdaydım. Əgər həmin anda o fürsət qapısını açıb içəri girməsəydim ki, gəl şirkətdə, biznes dünyasına gəl deməsəydim, öz-özümə məni də çox yeyib bitirən suallardan biridir. İndi sərkərdə hardaydı? Ya hansısa qəzetdə idi, bəlkə də hansısa bir, sizin kimi belə demişkən, studiyadaydım bəlkə də, ya da tamam, yəni bilmirik. Çünki geri dönüb təzədən gəlmə şansımız olmur Kamran bəy. Ona görə o tipli mövzuları aslında çox da özümə sual vermirəm. Keçmişə çox da geri dönməyi sevmirəm. Nəzər salıram, baxıram, analiz eləyirəm. Amma niyə bu belə oldu, niyə bunu vaxtında etmədim, keşke bunu etməzdim, keşke bunu belə edəydim sualları. Elə ki, insanın fokusunu dağıdan, biraz enerjisini alan bir suallar olur. Əsas fokusum dediyim kimi bugün üçün irəliyə baxmaqdır. Və irəli baxmaq sözünü çox tez-tez eşidirik. Necə baxaq irəliyə? Olmur da, baxın, müəllim, olmur. Razılaşaq da, biz irəliyə baxmaq deyəndə sıfırlayıb keçmişə ata bilmirik. Keçmişdə həmişə nə isə qalır. Bax, o ilişib qalır, ləkə kimi, yara kimi, nə bilimi, yapışır da bu. Kley kimi beynimizə yapışır. Gecəsi yox, gündüzü yox, kimdə çoxdur, kimdə azdır. Amma var. Bax, onu necə tənzimləyək, onunla necə dostlaşa gələcəyə baxaq, keçmiş necə dostlaşaq? Bugün özümüzə sual verək. Bax, məsələn, mən də sizə bir sual vermək istəyirəm. Bugün özünüzü uğurlu hesab edirsiniz, mənə görə uğurlu bir insansınız. Karyera baxımından olsun, istər status baxımından olsun, istər ailə uğuru olsun, istər dost çevrəsi baxımından, mən Kamran bəyi çox uğurlu bir dost kimi, qardaş kimi tanıyıram. Siz özünüzü uğurlu hesab edirsinizmi? Bəli. O zaman Kamran bəy, bu gözdən baxın, dönün keçmişə baxın, keşke bu olmasaydı dedikləriniz əmin olun ki, sizin bugünkü uğurlarınızda ciddi pay sahibləridir və onu dost kimi baxın. Gerçəkdən dost kimi baxın. Çünki bizim qarşımıza bir yol qoyulur, bir mənzil verilir ki, getməlisiniz, bu mənzil başına çatmalısınız.
Bizim həyat yolumuz qərarlarımızla formalaşır. 11-ə də deyin də, çox qəşəng dediniz bayaq. Məsələn, bizə deyirlər ki, Qazaxda ol. Bizə bax, Bax, diqqətlə dinləyin dostlar, görün necə də alternativli bir variantdır. öncə buradan deyim ki, bizə bir həyat yolu verilir. Aha. Həyatı sıfırdan başlayırıq, mənzil başına çatacağıq. Yəni bir dünyadan başqa dünyaya köç eləyəcəyik. Bu bizə son mənzildir. Bunu real həyatla gəlin müqayisə eləyək. Kamran bəylə ikimiz oturmuşuq bir yerdə, bizə bir tapşırıq gəlir ki, axşam saat 9-da olmalısınız Qazaxda. Bu mənzil bizə deyilən deyildi. Qazaxda olmalısınız. Yəni bu bizə hədəf göstərirdi. Amma o hədəfə necə getmək, yəni öz həyatımızı necə yaşamaq bizim verdiyimiz qərarlarla, bizim seçimlərlədir. Biz buradan Gəncəyə təyyarə ilə uçub. Bax, siz bunu deyəndə mən öz-özümə fikirləşdim ki, mənim necə də düşüncə və həll yolları zehnim çox zəif işləyir. Məsələn, mənə desələr ki, dur get Qazaxa, mən bir dənə təkcə Bakıdan Qazaxa istiqamət düşünərdim. Amma siz deyəndən sonra düşündüm ki, bunun bir neçə variantı var. Məsələn. Bax, düşünürük ki, saat deyəlim ki 4. Aha. Deyilən vaxtda, misal üçün, Bakı dəmir yolu ilə rahat şəkildə çata bilirik. Amma hava yaz havasıdır, yaşıllaşma dövrüdür. Bakı-Şamaxı yolu daha mənzərəli yoldur. Yox, vaxtımız azdır, dərhal təyyarə ilə 45 dəqiqə sonra Gəncədəyik, oradan da dərhal taksiyə oturub gedə bilərik. İkinci variant bu. Bir çox variant var. Gürcüstana gedib oradan da geri gedə bilərik. Üçüncü variant bu. Yəni çox variantlar var. Doğrudan variantlar. Avtobusdan gedə bilərik, taksi ilə gedə bilərik, şəxsi maşınla gedə bilərik, velosipedlə gedə bilərik, motosikletlə gedə Hava bilərik. qərar özündür. Velosipedlə təsəvvür getmək istəyirsən, sən bir ay ora ancaq çatırdın. Yəni Düşünün ki, məsələn, vaxta var, yəni o planla bayaq deyil, irəlini görmək. Tək irəlini görməkdən getmir ki, eyni zamanda içində olduğun durum və şəraiti nəzərə almaq lazımdır. Sən hansı yolla getmək istəyirsən və niyə bu yolla getmək istəyirsən? Bizim həyatımızı formalaşdıran, həyat yolumuzu formalaşdıran bizim seçimlərimiz və o seçimlərə uyğun verdiyimiz qərarlardır. qərarınız hər zaman doğru finalda bərqərar olsun. Sonda yaxşı ki, bu addım deyəsiniz. Bir ömür şəxsi həyatdan tutmuş, iş həyatına doğru. Bir də siz dəyərli dostsunuz, dəyərli qardaşsınız, böyük qardaşsınız və elə insansınız, hər zaman çalışırsınız ən azı iki xoş cümlə ilə, inamlı cümlə ilə insan əhval-ruhiyyəsini müsbətə dəyişəsiniz. Uğurlarınız bizi sevindirir, daha da uğurlar arzu edirik. Efirimiz yekunlaşır, sonda nə demək istəyirsiniz? Təkrar təşəkkür edirəm. Bayaq yarımçıq qalan bir cümləmi sizə xatırlatmaq istəyirəm ki, biz bugün özümüzü uğurlu hesab elədiyimiz bir yerə gəlmişiksə, zamanında yanlış və ya doğru seçimlərimizdən gəlmişik. Ona görə bütün seçimlərə dost kimi baxmaq lazımdır, pozitiv baxmaq lazımdır. Bizə kömək edib də. Mütləq. Bura gəlməyimizdə mütləq rol olubdur. Mütləq rol olubdur. Ona görə dost kimi baxmaq lazımdır keçmişimizə. Təkrar təşəkkür edirəm, sizə də təşəkkür edirəm. Dinləyicilərimizə və izləyicilərimizə dərin təşəkkürümü bildirirəm ki, vaxt ayırıb bizi dinləmiş oldular. Eyni zamanda bu layihənin ərsəyə gəlməsi üçün dəstək verən Yurt FM rəhbərliyinə, bizim İcmaya və Marsol İş Adamları Klubuna dərin təşəkkürümü bildirirəm ki, sahibkarlar üçün eyni zamanda sahibkar olmaq istəyən və yaxud sahibkarların yanında iş axtaran gənclərimiz, insanlarımız üçün bu qədər faydalı bir şərait yaradıblar. Təşəkkür edirəm. Qonağımız Sərkərdə müəllim idi. Sərkərdə Sərxanoğlu dəyərli iş adamı, işin adamı, qələm sahibi və hal-hazırda Əsrik MMC-nin həm təsirçisi, direktoru. Özünüzü qoruyun. Əziz izləyənlər və dinləyənlər, sabah yenidən qarşınızda olacaq. Bugünlük isə